Dostlar, biz indi sual-cavab hissəsinə keçəcəyik. Lakin sual-cavab hissəyə keçməmişdən qabaq mən hədiyyələri də deyim sizə. Deməli, yenə də 4 qalibimiz ola bilər. Buna görə sual verməkdə aktiv olun. Həm yaxşı cavablar dinləyəcəksiniz suallarınıza. Eyni zamanda hədiyyələr qazanmaq imkanınız var. Dori qrupdan, tədbirimizin sponsorları Dori qrupdan hədiyyə çantası, Çaytech şirkətindən Powerbank, sonra Apardan 1 aylıq e-bayka hətta abunəlik və 189 taksidən də 30 azenlik gediş kuponu hədiyyələrimizdir. Amma mən həm də fürsətdən istifadə edib bir maraqlı platform haqqında da sizə məlumat vermək istəyirəm. Ekrana zəhmət olmasa verərdiniz. Biz dostlar Satgrup olaraq 2024-cü ildən Nartio adlı beynəlxalq platformanın Azərbaycanda nümayəndəsiyik. Bu platforma süni zəka əsaslı bir platformadır. Müasir alətdir və şirkətlərdə əməkdaşların qabiliyyətlərini, səriştələrini qiymətləndirməyə imkan verir. İstər işə qəbul edərkən, istərsə hal-hazırda fəaliyyətdə olan əməkdaşın vəzifəsini dəyişmək üçün və s. Bu platforma əslində İngiltərə əsaslı bir şirkətdir. Biz daha çox Türkiyə komandasından işləyirik. Onlar bizə dəstək göstərirlər. Türkiyədə çox geniş istifadə olunur. Gördüyünüz çox fərqli sektordan olan şirkətlərdən. Azərbaycanda da artıq 25-ə yaxın şirkət istifadə eləməyə başlayıblar. Yenə də burada fərqli sektorlardan olan şirkətlər var. Nartio platformasının üstünləri nədir? Birincisi, hər hansı bir şəxsin qabiliyyətlərini yüksək dəqiqliklə qiymətləndirməyə imkan verir. Bu çox çətin bir işdir. Əgər aranızda kimlərsə intervyu həyata keçiriblərsə, müsahibələr edirlərsə, işə qəbul zamanı bilirlər ki, bu nə qədər çətin və məsuliyyətli işdir ki, namizədin qabiliyyətlərini doğru, səriştələrini doğru dəyərləndirəsən. Çünki elədiyin səhv 3 aydan sonra sənə geri qayıdır. Sən 3 aydan sonra yenidən namizəd axtarmalı olursan. Satış əməkdaşlarının seçimi zamanı ciddi sualdır ki, biz doğrudanmı satış adamını seçdik, yoxsa sadəcə ilk görüşdə satış adamına oxşayan, ünsiyyətçiliyi olan amma əzmkarlığı olmayan bir adamı seçdik. Bunu bilmək çox çətin olur. Və bu işdə bizə kömək eləyəcək bir möhtəşəm alətdir Nartio, hansı ki, öz psixometrik testləri ilə, IQ testləri ilə və s. qarşıdakı insanı detallı dəyərləndirməyə və onun potensiallarını müəyyənləşdirməyə kömək edir. Burada həm də ikinci üstünlüyü odur ki, maksimal obyektivliyi var. Dəyərləndirməni aparan hər hansı bir konsultant şəxs deyil. Bu sistemdir, süni zəkadır və ona görə də hamı bunu obyektiv qəbul edir. Şirkətdə əgər ümumi dəyərləndirməni eləsək, hamı bu nəticələrdə ədalətli qəbul edəcək. Necə ki, tələbə qəbulu komissiyasının nəticələrinə heç kim etiraz eləmir. Hamı qəbul edir ki, bu mənim oradakı nəticəmdir də, ona əsasən mən harası daxil oldum və yox. Burada da o şəkildə olur. Yoxlama çox sürətli olur. Yəni, siz bir adamı dərhal testdən keçirə bilirsiniz, dərhal da nəticələrini əldə edə bilirsiniz. Çox sərfəli qiymət. Bir adamın dəyərləndirilməsi 20 manatdan başlayır. Bu da çox böyük rəqəm deyil. Bu da yeni texnologiyaların sayəsində bu qədər ucuz olur və geniş hesabat. Bir adam haqqında biz çox geniş hesabat əldə edə bilirik. Bir, bu vəzifəyə neçə faiz uyğundur? Hansı səriştələri güclüdür, hansı səriştələri zəifdir. Daha detallı rapor da bizə verir ki, həmən şəxs öz zəif tərəflərini necə inkişaf elətdirə bilər. Bunun üçün praktik tapşırıqları, kitablar, ədəbiyyatlar təklif edir. Yəni, bizə nə lazımsa sistem onu bizim üçün verir. Harada istifadə olunur Nartio platforması? Bir, ümumi qiymətləndirmək üçün. Şirkətdəki əməkdaşların ümumi hamısını qiymətləndirmək üçün ki, görək kimlərin potensialları nədir? Öz vəzifələrinə nə qədər uyğundur onların səriştələri? Onlar hansı işdə daha yaxşı ola bilərlər, daha uğurlu ola bilərlər? Və yaxud da ki, kimdəsə problem varsa biz onu necə inkişaf elətdirməliyik? Bütün bu sualların cavabını biz burada əldə edirik. İkincisi, bu qiymətləndirmənin nəticəsində şirkətdəki əməkdaşların təlim ehtiyacları üzə çıxır ki, kimin hansı təlimə net olaraq ehtiyacı var. Bunu biz onlardan soruşmuruq, yoxlayıb özümüz müəyyənləşdiririk. Üçüncü istifadə qaydası, bayaq da istifadə sahəsi işə qəbuldur. Bayaq dediyimiz kimi, ən çox istifadə edəcəyimiz yer işə qəbuldur ki, doğru namizədləri seçək, doğru potensialları seçək. Bir çox hallarda olur ki, biz Nartionun sayəsində sadəcə təcrübəsi olan şəxsləri yox, təcrübəsi az olan, amma potensialı yüksək olan, daha
perspektivli namizədləri seçə bilirik. Və dördüncü istifadə sahəsi vəzifə artımlarıdır. Şirkət daxilindən vəzifə artımları eləmək istəyiriksə, biz bunu Nartio vasitəsilə ən ədalətli şəkildə, ən effektiv şəkildə həyata keçirə bilirik. Gənc istedad proqramları son illər çox populyardır. Bir çox şirkətlər artıq özlərinə lazım olan kadrları özləri yetişdirməyi qərarına gəliblər və bu işdə də Nartio bizə kömək edir ki, yeni məzun olmuş gənclərin arasından məhz sizin nəzərə tutduğunuz vəzifəyə, xarakterizə, potensialca ən uyğunlarını seçib onlarla bu gənc istedad proqramını həyata keçirəsiniz. Biznesə ümumilikdə Nartionun faydası nə olur? Birinci fayda işə qəbulun effektivliyinin artmasıdır. Burada gördüyünüz rəqəmlər elə-belə deyil. Bu, ümumdünyəvi alınmış nəticələrdir ki, Nartionun sayəsində işə qəbul prosesi 10 dəfə sürətlənir. 10 dəfə. Bu o deməkdir ki, yəni biz daha az intervyu keçirərək, bir intervyunun içərisində daha az vaxt itirərək işə qəbulu tamamlayırıq. Bir vakansiyanı bağlaya bilirik. Plus 80% qənaət. Biz şirkətlərdə, bir çox şirkətlərdə bu hesablanır ki, işə qəbula bizim nə qədər xərcimiz çıxır. Yəni bir vakansiyanın bağlanana qədər bu yəni bir həftənin, 2 həftənin içərisində olmur. Bəzən bir namizəd işə başlayır, 3 aydan sonra sən onunla sağollaşası olursan, çünki uğurlu olmur, yeni birisini axtarırsan. Bu müddətdə də çəkilən xərc əslində işə qəbula çəkilən xərcdir. Və doğru təyinatlarla biz işə qəbul xərcimizi 80% azaldırıq. İşçi performansına, əməkdaşların performansına müsbət təsiri Nartionun, Nartio qiymətləndirməsinin şirkətdə olmağının. Birinci, burada şirkətdə hamı artıq vəzifə artırımları ilə bağlı qərarlara güvənirlər. Bilirlər ki, kiminsə şəxsi fikrinə görə olmur bu, bir qiymətləndirmə üsulu var ki, orada müəyyənləşir ki, kim hansı vəzifəyə daha uyğundur. İkincisi, özünə inkişafa motivasiya. Yoxlamadan keçən şəxslər, necə ki, insanlar gedib check-up müayinəsi olunandan sonra böyrəyində bir balazada duz kristalları olsa, istəyir ki, gedib onu həll eləsin. Eləcə də bu cür yoxlamadan keçən əməkdaşlar da biləndə ki, harda güclüdür, bu əla, amma harda zəiflik var, haranı inkişaf elətdirməlidir, o çox həvəslə istəyir ki, tez o problemi aradan qaldırsın. Və bu ümumilikdə şirkətdə inkişaf mühitini yaradır. Və üçüncü faydası şirkətdə idarə etmə effektivliyini artırır. Birincisi ona görə ki, biz daha doğru qərarlar verə bilirik əməkdaşlarla bağlı. İkincisi isə daha effektiv motivasiya elə bilirik. Yoxlamadan keçirdiyimiz əməkdaşların xarakter xüsusiyyətlərini bilərək, onların nədən motivasiya ala biləcəklərini, nədən demotiv ola biləcəklərini biləndə biz onlarla doğru ünsiyyət qururuq, doğru işlər tapşırırıq, doğru şəkildə onları motivasiya eləyə bilirik. Belə dostlar, belə bir maraqlı alət bizim artıq ixtiyarımızdadır. Azərbaycan dilindədir ən əsas məsələlərdən biri. Yəni, yoxlamadan keçən şəxslər testləri, sualları, keysləri Azərbaycanca həll edirlər. Buna görə də heç kim çətinlik yaşamır. Nartiodan böyük şirkətlər də istifadə edir bu dəqiqə Azərbaycanda. Regiondan olan kiçik şirkətlər də istifadə edirlər. Bu qədər dostlar bizim, bax bu maraqlı alət haqqında sizə məlumat vermiş oldum. İndi isə keçək sual-cavab hissəsinə. Xahiş edirik, aktiv olun, artıq birinci sual gəlir. 7-ci masadan, zəhmət olmasa. 7-ci masa. Vüsal Hüseynov, hər kəs salamlayıram. Sualım Aris bəyədir. Ümumiyyətlə bildiyimiz kimi, hər bir şirkətdə mövqeylənmə önəmlidir də. Yəni, bu nümunələr var. Volvo, misal üçün mövqeylənib. Walmart, Amazon və s. bunların hər birinin mövqeylənməyini bilirik. İrşad neçə ildir bazardadır və biz İrşadı elektronika kimi mövqeylənməyini bilirik. Yəni, təqdimatınıza baxdım bu sual yadıma düşdü. 2024-də qərar verildi ki, mebel sektoruna keçirsiniz. Yəni, sualım odur ki, İrşadın mövqeylənməsi nədir hal-hazırda? Yəni, nəyə görə mebel? Təşəkkürlər Vüsal bəy, çox sağ olun. Aris bəy, sual istədi. Sualınız üçün. Buyurun. Məsələ nədir? Biz marketplace keçidində, devrində, marketplace-də təbii ki, istənilən növ çeşid olduğu üçün orada müəyyən bir data yığmaq daha rahat olur. Yəni, stok yatmır, stokum yoxdur, marketplace-dir, alıram, X bir şirkətdən satış edirəm. Okey, amma tələb gəldikdə artıq əlində olan datalar səndən həmən çeşidin tələbin istədiyində, o zaman o addım atmaq məcbursan. Yəni, o nöqteyi nəzərdən. Bir də sualın bir hissəsi də var idi ki, mövqeylənmə ilə bağlı. Misal üçün,
əvvəllər İrşad, mobil telefon deyəndə İrşad ilk ağla gəlirdi. Bəli. Və mövqelənmə aydın idi. Bugün isə mövqelənməyimiz nədir? Yəni mövqe olaraq yenə də biz elektronika bazarında lider mövqeyini qoruyub saxlamaq istəyirik. Burada mobil telefonlardır, məişət texnikasıdır və dediyim kimi bir ailəyə tələb olunan nə varsa, o düşüncə altında fikirləşirik ki, insanlar gəlib mağazaya girdikdə tüm konsept olaraq nə istəyir alıb gedə bilər. Təşəkkürlər. Çox sağ olun Aris bəy. Çox sağ olun. Növbəti sual Ülkər xanım. Burada Candar bəy zəhmət olmasa. Arxada əllərini qaldıranlar varsa əllərini bir daha qaldırsınlar ki, mən görüm. Yaxşı, yaxşı, okey. Oldu. Xeyli Salamlayıram. sual var. Əslində məndə həm Əsəd bəyə, həm Aris bəyə sual var idi. Yəqin mənə daha yaxın olduğu üçün mövzu Aris bəy sizə verəcəm sualı. Customer Experience bloku ilə bağlıdır. Özüm də o sahənin eksperti olduğum üçün. Mən çalışdığım bizneslərdə nə görmüşəm? Adətən idarə heyətini və biznesin digər qollarını məhz müştərinin səsini eşitməyə çağırışlar etmək çətin olur. Siz bildirdiniz ki, məhz müştərinin səsini eşidirsiniz, ehtiyacını müəyyən edirsiniz və buna görə, düz anladımsa, 24-cü ildə divan satışına başladınız. Əgər mümkündürsə, orada daha çox konkret məlumat verərdiniz, siz bunu necə edirsiniz, hansı alətlərlə və hər zamanmı siz öz biznesinizdə məhz müştərinin səsini üstün tutursunuz və onun istəyini ona verirsiniz. Çünki dediyim kimi, Azərbaycanda hal-hazırda bizneslərin bir çoxunda gördüyüm odur ki, bəli, formal olaraq hər kəs Customer Experience-ın önəmli olduğunu və strategiyanın müştəri yönümlü olmasını qəbul edir. Amma reallığa gələndə o biznesin içindəki tək o qol deyil. Satış da var, marketinq da var, digər qollar da var. Hər zaman qərarlar müştəri yönümlü qəbul edilmir. Təşəkkür edirəm. Təşəkkürlər Ülkər xanım. Çox sağ olun. Aris bəy, Təşəkkür buyurun. edirəm sualınız üçün. Təbii ki, biznesdə əsas olan maraq hər bir halda istənilən biznesmenin maddi tərəfidir. Yəni, bu gizli bir fakt deyil. Amma müştərini dinləmək bu bizim borcumuzdur. Nə mənada borcumuzdur? Yəni, mən öz şirkətimizdən götürürəm. Bayaq həmkarlar danışdılar CRM ilə bağlı. Yəni, CRM böyük bir açardır ki, müştərinin istəyini üzərə çıxarda biləsən. Və dediyim kimi, təkrarçılıq olmasın, marketplace-də olan satış tələbləri və CRM üzərindən aparılan dataya görə bunun tələbata çevrildiyini biz şahidi olduq və ona görə də bu addımları atdıq. Amma həqiqətən də müştərinin düşüncələri bizim üçün önəmlidir. Bəs, bu bir mənalıdır. Təşəkkürlər Aris bəy. Bir də sualın əvvəli də var idi ki, müştərini dinləyə bilmək üçün nələr edirsiniz? Yəni, bizdə istənilən vaxtda, birinci növbədə onu qeyd edeyim ki, bürokratiya anlamı bizim şirkətdə ümumiyyətlə mümkün deyil. Bu, tam səmiyyətimlə deyirəm. İstənilən halda bizim iş vaxtı müştəri mənim otağıma gəlib istənilən sual da verə bilər. Bu bir mənalıdır. Yəni, hər zaman sosial şəbəkə üzərindən, bizim call center üzərindən, application üzərindən istənilən halda, yəni müştərilər əvvəlki kimi məlumatsız deyil də. Bunu bazar göstərir ki, insanlar daha aktivdirlər, daha oyaqdılar, belə deyək. İstənilən haqlarını tələb eləyirlər. Ona görə də heç bir sıxıntı yoxdur. Təşəkkürlər. Bəs 2024-də divan satışını da, o qərarı necə aldınız? Onun üçün nəsə araşdırma mı oldu, yoxsa artıq çoxdandır sizə? Yox, əlbəttə, təbii ki, yəni dediyim kimi, Marketplace bizə bir data verdi ki, kimlər müştərilər üçün, hansı məhsullar üçün müraciət olunur və düşünün, bir 3000 kvadrat metrlik mağaza icarəyə götürmüsən, bir mərtəbəsi, iki mərtəbəsi istifadə edirsən digər çeşidlər üçün. Hər kvadrat metrin icarə haqqı var. Maraqlı tərəfsən ki, istənilən halda hər bir kvadrat metri sən profitə çevirəsən. Ona görə də bu addımlar hamısı hesablanır, tələblər nəzərə alınır. Ona görə də bu addımlar atılır. Təşəkkürlər, təşəkkürlər. Növbəti suallar, bəli, orada 24-cü masa. Salam, hər kəs. Sağa doğru, bəli. Hər kəs salamlayıram, Nicat Əliyev. Deməli, satışa strateji yanaşma ilə bağlı sual vermək istəyirəm. Əvvəlcə bilmək istəyirəm ki, satışa strateji yanaşmanın satmaqdan fərqi nədir? Əgər bunlar eyni şeydirsə və ya fərqləri varsa, bunu bilmək istəyirəm. İkinci sualım bundan ibarətdir ki, yəni ona bağlı bir sual. Biz niyə satışa ümumiyyətlə strateji yanaşa bilmirik? Yəni, bu niyə problem yaradır? Biz deyəndə şirkətlərin bir çoxu. Azərbaycanda nəzərdə tutursunuz. Okey, təşəkkürlər. Çox sağ olun. Sual ümumidir.
Kim istəsə cavab verə bilər. Buyurun Əsəd bəy. Birinci sualla bağlı istəyirsiniz, deyim, ikinci sualla bağlı gedeyim. Niyə satmaq yox, satışa strateji yanaşırıq sualına mən belə cavab edə bilərəm ki, iki cür satış edə bilərsiniz. Bir taktiki satış, bir də strateji satış. Taktiki satış yalnız qısa müddətli və short terma və ki, bazara qısa, məsələn, biz bayaq danışdıq Özbəkistan bazarı məsələsində. Bəzi şirkətlər bura taktiki satış kimi görürdülər. Özbəkistan bazarında boşluq var. Biz girdik, bir porsiyanı, bir qaymağı yedik, çıxdıq. Bu taktiki düşüncədir və siz orada hansı bir miqdar qazana bilirsiniz, amma orada heç vaxt möhkəmələnə bilmirsiniz. Satışa strateji yanaşmada isə fərqiniz ondan ibarətdir ki, siz bu gün üçün yox, gələcək üçün addım atırsınız, gələcək üçün satırsınız siz. Bu gün hər hansı bir məhsulu ucuza sata bilərsiniz. Bu gün hər hansı bir müştərini qazanmaq üçün müxtəlif kampaniyalar, müxtəlif yanaşmalar edə bilərsiniz. Amma bu gələcək üçündür. 5 il sonrasına, 10 il sonrasına və daha uzun. Yəni, qısası cəmləsək, bu o deməkdir ki, kiçik şirkətlər, kiçik düşüncəli şirkətlər taktiki satış edir. Böyük şirkətlər, korporativ şirkətlər və böyümək istəyən şirkətlər, Apple kimi, Tesla kimi və yaxud da Azərbaycan reallığında bir neçə şirkətlər sahibləri, onlar isə strateji satış edirlər. Ən böyük fərq bundandır. Siz bazarda nə qədər müddətdə qalmaq istəyirsiniz və nəyə nail olmaq istəyirsiniz. Buna görə biz yanaşmalıyıq. Teşekkürler. Oğuz Bey buyurun. Bu satıcı stratejik yanaşma, yani stratejik satış konusunda ben de bir konuya dikkatinizi çekmek isterim. Bugün sabahtan beri konuşuyoruz teknolojiden, artificial intelligence'dan vesaire. Bugün teknoloji öyle bir seviyeye geldi ki insanlar ihtiyaçlarını almak için bir yere gitmeye gerek duymayabiliyorlar. Yani Aris Bey'in dediği gibi bugün marketplace'lerden dünyanın her yerinden sipariş edebiliyorlar. Sipariş etmeseler bile compare edebiliyorlar. Yani karşılaştırabiliyorlar. Bugün Aris Bey'in sattığını yanındaki rakibi de satıyor. Benim sattığımı herkes satıyor. Herkes birbirinin sattığını satıyor. Ve demin kendi konuşmamda söylediğim gibi hiç kimse ihtiyaçtan alışveriş yapmıyor. Yani bugün düşünseniz ki bu salondaki hiç kimsenin evdeki kıyafetlerinin değişmesine ihtiyaç yok. Yeni bir kıyafet almasına ihtiyaç yok. Bunlar bizim uzun bir süre kullanabileceğimiz seviyede şeyler. Ve biz bunu moda diye alıyoruz. Yani manevi ihtiyaçtan alıyoruz. Rekabetin bu kadar yüksek olduğu bir noktada, aynı işi yapan onlarca insanın olduğu bir noktada, bugün aranızda birçok insan İstanbul'a gitmiştir. Kapalı Çarşı'da onlarca kuyumcu var. Pazar öyle bir duruma geldi ki onlarca aynı işi yapan insan var. Biz stratejik yanaşmalıyız ki müşteriye neden sen sorusunun cevabını verebilmeliyiz. Yani aranızda rakip olanlar vardır eminim, birbirini görüyorlardır. Neden ben kelimesinin cevabını siz verebiliyorsanız müşteri zaten size onu verecek ve satışlarda da bu sonucu göreceksiniz. Ve her bir şirketin özüne göre ayrı bir strateji belirlemesi gerekir. Kendi müşterisi kimdir? Kendi mahsulü nedir? İkisi yan yana geliyor mu? Bu noktadan sonra da kazanç otomatik olarak belirecektir. Bu yapılan işin adına da strateji denir. Evet. Satış stratejisi denir. Bilmiyorum. Teşekkürler. İkinci sualda vardı bəyan, siz sonra ki biz niyə yanaşa bilmirik, strateji yanaşa bilmirik sualı vardı. İkinci Nizat bəyin sualın davamı. Buyurun. Amma mənim düşüncəmlə ola bilsin ki, hələ Azərbaycanda bu az səviyyədə, amma kifayət qədər çox şirkətlər var ki, satışa strateji yanaşır və strategiyalar işləyir bunun üzərində. Burada Azad bəygilin də SAT qrupun da çox rolu var. Yəni bazarı maarifləndirirlər. Bazarı bu barədə göstərirlər ki, kim strateji yanaşanda nəyi qazanır, kim taktiki yanaşanda nəyi qazana bilmir. Onların timsalında və böyük korporativ şirkətlərin timsalında artıq Azərbaycanda kifayət qədər satışa, gələcəyə və şirkətin qazancına strateji yanaşan şirkətlər mövcuddur. Heç yoxdur deyə bilmərəm, yəni bunu öz adımdan vurğulamaq istədim. Teşekkürler. Çok sağ olun. Tam sağda deməli neçənci masadır? 12-ci masa. Tam sağda. Burada da görürəm. Sol tərəfdən də suallar alacağam. Bəli. Var. Okey. Oldu. Salam, hər vaxtınız xeyir. Pərviz Məmmədov, Azərbaycan Beynəlxalq Bankı Kiçik və Orta Sahibkarlar İş Şöbəsi. Sualım Oğuz bəy olacaqdır. Oğuz bəy, satışın vaxtın səmərəli istifadə olunması məqsədi ilə biz daha çox vaxtımızı yeni müştərilərə
cəlb olunmasına ayırmalıyız, yoxsa faktiki olan müştərilərə maksimum keyfiyyətli xidmət göstərilməsinə? Teşekkürler Pərviz bəy. Çok sağ olun. Əla sualdı. Buyurun Oğuz bəy. Ben teşekkür ederim sorunuz için. Aslında bu iki başlı bir bakış açısı olabilir. Şöyle ki, birinci ölçekte ilk panelde arkadaşlara benim sorduğum soru gibi. Yani satış orada bitiyor mu? Satış asla biten bir iş değildir. Çünkü rekabet daima devam ediyor. Yani biz sattıktan sonra X bir firma aynı satışı o müşteriden almak için oraya doğru çalışmaya başlamış bile. Biz bunu görmüyoruz. O yüzden ikisini bir arada yönetmemiz lazım. Eğer ki kendi elimizdeki kapasitemiz, ekibimiz, mahsulümüz buna yeterliyse bir ekibimiz olmalı ki mevcut müşteriyi koruyup geliştirmek, bir ekibimiz de olmalı ki yeni pazarlara açılmak. Ama öncelikli hedefimiz mevcut müşteriye tam servis verip onu sağlam tutabilmek olmalı ki ikinci, üçüncü müşteriyi bulabilelim. Bilmem anlatabildim mi? Yani öncelik verebildiğimiz servis gücüne göre elimizdekini sıkı tutmak, onu geliştirmek. Ondan sonraki aşama yeni müşterilere, yeni pazarlara açılmak olmalı. Bu tamamen bizim kabiliyetimize ve gücümüze bağlı diyebilirim. Teşekkürler. Ben Çok teşekkür sağ olun. ederim. Bu defa sol taraftan. Mansur Bey buyurun. Burada zahmet olmasın. Qabaq tərəfdə. Orada növbəti sizə söz verəcəm. Dostlar, ola bilər hamını çatdırmayaq. Suallar çoxdur maşallah. Çünki vaxtımız məhduddur. Salamlar hər kəsə. Mansur Qasımov, Menci Construction. Sualım Oğuz bəy olacaq. Oğuz bəy, qeyd elədiniz, satışda zamanın ayarlama məsələsini bacardığımız qədər faydalı hissəsindən götürdük. Belə bir sual var idi. B2B satışlarda, korporativ satışlarda, görüşlərdə satışın hansısa bir dəqiq formülü varmı? Yəni zaman ayarlaması, yəni yarım saat mı, 1 saat mı, 45 dəqiqə mi, 2 saat mı, nə qədər mi getməlidir deyə. Əgər bu dəqiq vaxt ayarlaması yoxdursa, vaxtımız tam qısadırsa, biz satışın hansı hissəsinə fokuslanmalıyıq? Məsəl üçün, müştəri ehtiyacının aşkarlanmasına mı, təqdimata mı, close-out'a mı? Yəni ən çox fokuslan, əgər vaxt qısadırsa, ən çox hara fokuslanmalıyıq? Təşəkkür edirəm. Yəni B2B görüş alanda neçə saatlıq görüş alaq? Onu biləkdə təxmin Oldu, edelim. yaxşı. Ben teşekkür ediyorum sorunuz için. Aslında söylediğiniz nokta çok önemli. Satışta eğer vakit kısaysa B2B'de biz neye fokuslanmalıyız? Bu fokuslanacağımız noktayı baştan belirlemeliyiz. Birincisi mutlaka ve mutlaka bu planlanmış bir görüşmedir. Eğer B2B ise önceden hesaplanmıştır. O yüzden ilk benim çıkışta anlattığım gibi müşteriyi analiz etmemiz lazım. Yani karşıdakinin bizden beklentisi ne? Ona gitmeden ona ulaşabiliyoruz. Artık teknolojiyle bugün benim sosyal medyama girseniz benim neyi sevdiğimi bilirsiniz. Böyle bir dünya var. Kaldı ki iş yaptığınız karşı tarafın, ikinci şirketin bütün beklentilerini önceden listeliyor olmalısınız. Bu liste olduktan sonra sizin elinizde onun beklentisine cevap verebilecek en önemli özellikler nelerse bunları başa listeye koymanız lazım. Ve o görüşme başladıktan sonra onun ihtiyacını karşılayabileceğiniz noktanın güvenilir olduğunu karşı tarafa hissettirmeniz lazım. Yani siz mahsulden önce onun inancını ve beynini ele geçirmelisiniz. Bilmem anlatabildim mi? Yani birinci hedef onun kafasına girmek olmalı. Çünkü aslında bir YouTube'da bir video var, onu bulabilsek böyle inanılmaz etkili bir şey. Subliminal mesaj diye bir şey var biliyorsunuz. Subliminal mesaja çalışmalısınız. Subliminal mesaja çalışırsanız karşı taraftaki sizi alır. Yani satışın ana kelimesi ne biliyor musunuz? Bu bence, eminim hepiniz bunu biliyorsunuz. Öncelikle özünü satmak. Özünüzü müşterinin kafasına soktuğunuz sürece o ikinci aşamada gelecektir. O kısa zamanda o sizi arayacaktır. Arada belki başkasına gidebilir, deneyebilir ama o pişmanlığı yaşayıp gelirse 2 kat alacaktır. Teşekkürler. Ben teşekkür Çok sağ olun. ederim. Dostlar, mən həm sual verən yoldaşlardan xahiş edirəm, həm də spikerlərimizdən xahiş edəcəm ki, mümkün qədər qısa cavablar Okay. verəsiniz ki, çatdıraq. Çünki son dəqiqələrimiz qalıb. Orada bir xanım əlini qaldırmışdır. Xahiş edirəm ona mikrofonu verin. Bəli, sən unutulmuşsun. Sonra keçəcəyik bu tərəfə. Yavaş-yavaş.
Hər vaxtınız xeyir, çox təşəkkür edirəm. Sualım Aris bəy olacaq. Aris bəy, dediniz ki, sizdə uğursuzluqla nəticələnən bir kateqoriya seçimi də olub. İstərdim onunla bağlı biraz məlumat verərdiniz ki, necə oldu ki, bu mağazaya gəldi və daha sonra mağazadan çıxdı? Təşəkkürlər. Adınızı zəhmət olmasa? Şəbnəm Hümbətova. Şəbnəm xanım. Təşəkkürlər. Təşəkkür Şəbnəm xanım. Bəli, belə bir uğursuz keysimiz oldu. Biz adətən bilirsiniz, vendorlarla işləyirik və vendorların bizə maraqlı təklifləri olduğu halda, istənilən halda biz ondan yararlanmaq istəyirik. Bir zamanlar biz ustalar üçün alətlər var idi, hansıları ki, mağazalarımızda təbii ki, realizasiya əsasında vurmuşduq. Biz ona pul yatırım etməmişdik ki, satılsın və satıldıqdan sonra ödənişdən eləyik. Amma o məhsullar bizim mağazalarda işləmədi. Yəni, bu da bir uğursuz keyslərdən biri idi ki, biz düzdür, çalışdıq ki, satışını icra eləyək, amma alınmadı. Yəni, bizdə o məhsullar işləmədi. Ona görə də onu ləğv etdik. Təşəkkürlər. Məncə bu məsələ demək olar hamıda olub ki, yeni məhsul gəlib, sonra da çıxıb, bu tamam normal bir haldır. Əsas vaxtında və düzgün qərar verə biləsən. Bəli, birinci masadan sual, xanım, buyurun. Bura, zəhmət olmasa. Bura, birinci. Salam, Sintex Şirkətlər Qrupunun təlim inkişaf üzrə meneceri xanım Sadıxova. Belə bir sualım var. Bildiyiniz kimi, şirkətlərdə hal-hazırda insan resursları arasında Z nəslinin nümayəndələrinin sayı artmaqdadır. Mən bir HR yönümlü sual vermək istəyirəm sizə. Satış rəhbərləri olaraq Z nəslinin nümayəndələrinin nə kimi müsbət və yaxud mənfi deyək, inkişaf etdirməli olan deyək, xüsusiyyətlərini qeyd edə bilərsiniz və onları şirkətdə saxlamaq üçün, motivasiyasını artırmaq üçün, loyallığını təmin etmək üçün idarə etmədə nə kimi dəyişikliklər edirsiniz? Yaxşı sualı, təşəkkürlər. Yəni Z nəslindən daha çox mu satış adamı çıxır, əksinə daha az mı çıxır? Onlardan satış adamı necə hazırlamaq lazımdır? Buyurun. Kim cavab vermək istəyir? Əsəd bəy, buyurun. Z nəsli ilə bağlı deyə bilərəm ki, çox maraqlı nəsildədir. Və praktikada görülən olur ki, satış tərəfdən baxsaq, müsbət cəhətlər də var və mənfi cəhətlər. Müsbət cəhətlər olur ki, çox hiperaktiv olurlar və sahədə, bizim kimi sahə işləyir. Ərazidə olmalısan, ora qaçmalısan, bura qaçmalısan. İlk başlanğıcda siz onlara bunu aşılaya bilirsəz, doğru aşılaya bilirsəz, onlardan yüksək effektivlik əldə edirsiniz. 10 müştəri ilə görüş, 30 müştəri ilə görüş, hansı ki bir əvvəlki nəsillərdə, X, Y nəsillərində bu bir qədər çətinliklə üzləşir ki, yorulmuşam, enerjim qalmayıb, amma bunlarda o söhbət yoxdur, çox hiperaktivdirlər, oradan müsbət bir şey deyə bilirsiniz. Amma ən çətin tərəfləri, emosional tərəflərdir. Əlbəttə ki, böyük bir şirkətdə idarəçidə hər nəslin nümayəndəsi olur. Z nəslində bu emosionallıq yüksək səviyyədə olur və siz onu bir dəfə itirəndə uzun müddət onu bərpa edə bilmirsiniz. Bu çox çətin məsələdir rəhbər üçün və belə olan halda çalışırıq ki, onların biraz nazı ilə oynayaq. Mütəmadi olaraq onları yeməyə çıxartmaqla, onları hər hansı əyləncələrə qoşmaqla, otaqda, həftədə bir dəfə otağa çağırıb motivasiya edici söz eləməklə ki, bu daim o tonusda qalsın, o şeydə qalsın. Əks halda onu itirirsiniz və bu dərinləşir. Mütəmadi dərinləşir və sonunda itirirsiniz olmuyor. Əgər çox yaxşı bir əməkdaşdırsa. Mən təklif edirəm ki, ofisdə domino olsun. Bizim komanda domino ilə çox məmnun olurlar. Günorta vaxtı 1 saat ərzində domino oynayırlar. Təklif edirəm mən də. Belə, başqa cavab vermək istəyən? Aslında yeni nesille ilgili şöyle bir şey söyleyebiliriz. Zaman geliştikçe teknoloji gelişiyor, bütün tools'lar gelişiyor, her şey gelişiyor. Biz geride kalıyoruz. Doğduğumuz tarihleri düşünürsek bizden önden gelenler daha ileride oluyor. O zaman onları bize uydurmaya değil de biz onlara uymaya çalışırsak çok daha başarılı sonuçlar elde edebiliriz. Çünkü bundan 20 sene önceki satış aletlerini kullanmaya kalkışırsam eğer ben yapmam gereken tek şey işte gözle selamlamak, hoş geldiniz demek, ceketi ilikleyip kenarda beklemek. Şimdi zaman o değil. Hoş geldiniz deyip merhaba deyip elini uzatmak lazım belki. Biz yeni nesile ayak uydurursak bizim onlardan, yeni ekiplerden öğrenecek çok şeyimiz var. Öyle düşünüyorum. Təşəkkürlər. Çox sağ olun, çox sağ olun. Və sonuncu sual burada tapşırılmış neçə dəfə artıq. Buyurun. Mikrofon biraz mənə çətin gəldi, qaytarmayacağam. 2 dənə sualım var.
Amma qısa xahiş edirəm. Hə, təbii ki, bilirsiniz də mənim. Biri Oğuz bəyədir, sonuncu deyəcəm. Amma ümumi sualım nədir? Biz bugün hər mövzuya toxunduq. Amma toxunmadığımız bir balaca məsələ var. Əmək bazarımız, satıcı əmək bazarı. Hansı ki, işə götürənlərin və iş axtaranlar üçün depressiv bir bazardır əslində bu. Biraz belə qəmləndirəcəm. Niyə? Bu depressivliyə səbəb bizlərik. Şöbə müdürləri, şirkət direktorları, departament rəhbərləri, təsisçilər. Adamlar depressiyaya düşür. Niyə? Çünki uğurumuz da onlardandır, uğursuzluğumuzu da onlara yüklüyürük əslində. Uğurunda bir təşəkkür edirik, uğursuzluq ümumi olduğu zamansa yenə onlarda görürük və həmən belə şey deyirik ki, bağışlayın da bizi. Daca bağışlayın da deyirik, həmən göndəririk necəsə. Nəticədə bu yoldaşlardan ibarət bir depressiv bazar var. Və biz də yeni şirkətlər həmin yoldaşları artıq tapa bilmirik də, yəni gəlmirlər. Məncə bunun bir dənə həll yolu var. Şirkətlərdəki ədalət mexanizminin düzgün qurulması. Bu hər şeyə əhatə edir. Bonus olsun, dəyərləndirmə olsun, ədalət və uğur və uğursuzluqda necə rəftar etməyimizi düzgün tənzimləmək. Mənim sualım belə biraz mənəvidir əslində. Siz bunu necə edirsiniz əslində? Təşəkkürlər Saday bəy. İkinci nə istəyirsiniz deyim, heç yormayım. İkinci sualım bilirsiniz nədir Oğuz bəy? Belə baxıram sizin deyəsən tətbiq etdiyiniz müştəri məmnuniyyət modeli qlobal xarakter daşıyır. Yəni həm bizim Avropa və Şərq deyə belə assosiasiya edək də. Mənə nə maraqlıdır, sizin o məmnuniyyət sisteminizin tərkibindəki o elementlər deyək də, nəyəsə istinad edirsiniz. Şərq meyillidir, Avropa meyillidir və biz aramızda necə bir fərq var? Kim daha rahat məmnun olur? Təşəkkür edirəm, çox sağ olun. Təşəkkürlər, çox sağ olun. Birinci sualdan başlayaq. Ədalətliyi necə təmin edirsiniz? Birinci sual adaletli olma meselesi. Ben %100 sizinle aynı fikirdeyim. Adalet olmalı ama adalet çalışana göre olmalı. Eğer bir adam çalışmıyorsa aynı şartlara sahip olmamalı diğeriyle. Lakin burada mesele kime dokunuyor? Maalesef bu hem Azerbaycan'da hem Türkiye'de dünyanın her yerinde sahipkarlara dokunuyor. Ben size 3 tane örnek vereceğim. Firmaların isimlerini de söyleyebilirim. Birincisi Mango. Yaklaşık 20 sene çalıştım. Geçtiğimiz aylarda patronu vefat etti. Birisi Teddy Grup var. Bu Terranova Calliope mağazaları var İtalyan. Birisi de New Yorker var. Ben geçtiğimiz aylarda üçünün de merkez ofisini işim dolayısıyla ziyaret ettim. Mango'da zaten 20 sene çalıştım ve vefat eden patronla dirsek dirseğe çalıştım. Üçünde de ortak bir nokta var. Üçü de çok başarılı. Dünya genelinde binlerce, onlarca demiyorum bakın binlerce mağazaya sahipler. Ve rekabetin en sıkı olduğu perakendede bu kadar mağazaya sahip olabilmek büyük bir yetenek istiyor. Hepsinin ortak özelliğini söyleyeyim mi ben size? Üçünde de patron öldüğünde bütün ekip hüngür hüngür ağladı. Mango'nun sahibi öldüğünde ben de gözlerim doldu. Kendimi çok kötü hissettim. Bunun sebebi ne biliyor musunuz? Çalışan kadrolara para verebilirsiniz, bonus verebilirsiniz, kariyer verebilirsiniz. Ama aidiyet duygusunu veremezseniz hiçbir şekilde başarıya ulaşamazsınız. Ben tek başıma hiçbir şey yapamam. Ben sadece yol gösterebilirim. Benim stratejik olarak ikinci sorunuza da buradan bağlayabilirim ki ne yapıyoruz biz? Uluslararası bir hikaye var çünkü. Biz ekibimizle birlikte hareket ediyoruz. Yani benden sonraki adamın başarısı benim başarımın üstünde olmak zorunda. Onun reklamı benim reklamımın üstünde olmak zorunda. Ben ona o güveni verip aidiyet duygusunu yaşattıkça o şirket otomatik olarak gelişiyor. Yani akşam eve gittiği zaman ben bu ay kaç para alacağım diye düşünmüyor. Çünkü onun hepsini disiplinli ödüyorsak geri kalanını düşünüyor. Ben bu işi nasıl geliştiririm düşünüyor. Yani bir kelime daha söyleyeceğim, uzatmayacağım sonrasında. Eğer iyi bir yönetici olmak istiyorsanız 2 yol var. Bunu ben tecrübeyle ispatlayabilirim. Yani bu tamamıyla tecrübedir. Ya insanlar sizi sever, sizin için yapar. Der ki bu adama laf gelmesin bir üstünden. Bu adamın işleri kötü gitmesin patronsa eğer. Bu adam üzülmesin. Bunun için yapar. İkinci yolda Allah bunun belasını versin bana bulaşmasın da şu işi yapayım çıkayım der. Bu ikinci yol yapan adamların hepsi kaybolmuştur. Birinci yolu yapan adamların hepsi söylediğim 3 şirket gibi bugün efsane yazmışlardır. Arkalarından hala pozitif konuşulur ve ileriye doğru gitmeye devam etmektedir. Bilmiyorum cevap verebildim mi? Təşəkkürlər, təşəkkürlər. Əlavəsi olanlar varmı? Mən cavablandırmaq istəyərdim. Bizdə daxili işə qəbul prosedurlarında ümumiyyətlə son vaxtlarda hər birimiz bununla qarşılaşırıq. İşçi tapmaq həqiqətən də böyük bir çətinlik.
Bəli. Ona görə də biz daxili işçi seçimində kənardan işçi cəlb etməkdə o qədər də maraqlı bir şirkət deyilik. Hər zaman aşağı pozisiyalardan yuxarı içərdən böyümə, bəli, içərdən böyümə eləyirik və bugünkü gün bizdə strateji nöqtələrdə çalışan işçilərin inandırım sizə ki, ən azı 10 il üzərində iş təcrübəsi var. Yəni daxili şirkətdən. Bu da bizim üçün böyük plusdur, çünki işçi bir yatırımdır. Bu gözəl bilirik. İşçiyə çəkilən hər bir xərc şirkətin yatırımıdır. Bir zaman şirkət onun üçün vəsait xərcləyir, sonra isə ondan o vəsaiti geri alır, onun zəhməti ilə. Biz belə qoruyuruq. Çox sağ olun. Buyurun. Əslində, Təşəkkürlər. Həmkarlarım çox yaxşı iki nöqtəyə toxundu. Biri aidiyyət duyğusunu eləmək, ikincisi daxildən motivasiya, daxildən böyümə. Bir üçüncüsünü də mən əlavə etmək istəyirəm ki, bu komanda ruhunu aşılamaq məsələsidir. Komanda daxilində o komanda ruhunu aşılamaq məsələsi çox önəmlidir ki, onlar bunu aşılayırsınız. İki, komandada uğursuzluqlar rəhbərinin uğursuzluğu olmalıdır. Uğur isə işçinin uğuru olmalıdır. Bu daha yuxarı səviyyədə də bu şəkildə reklam olunmalıdır, təqdimat olunmalıdır. Siz əgər idarə heyətə müşahidə şurasına çıxırsınızsa və kommersiya komandasının rəhbərisinizsə, orada bir uğur varsa, Əhməd elədi bunu, Məmmədin uğurudur. O şəkildə onu daha da yuxarı. Amma uğursuzluq varsa, mənim verdiyim qərar nəticəsində belə bir səhv nəticəyə gəlib çıxmışıq, iki olub və bunu öz üzərinə götürməklə, çünki sənin kredibilitin, sənin yük götürmən işçidən daha artıqdır şirkət qarşısında və ona görə sən orada 100-dən 5 götürə bilirsən, bu sənə etibarına az dəyər. Amma onun kredibilitisi, onun götürməsi 10-dur. Onun 5-i gedəndə, ikinci 5-i gələndə üzərinə artıq o tamamilə motivasiyadan düşür və siz deyən kimi bazara çoxlu sayda biz ordu buraxırıq. Motivasiyasız və qanadı qırılmış ordu. Bu şəkildə mən düşünürəm ki, motivasiya eləmək üçün və ümumən komanda ruhunu aşılamaq çox önəmlidir və uğursuzluğa rəhbər olaraq öz üzərimizə götürməyə, komandanın üzərinə atmamaq. Təşəkkürlər. Mən də bir xırda əlavə edeyim. Bizdə ən geniş yayılmış problemlərdən biri bizim müşahidəmizə görə, biz indi təlim şirkəti olaraq işləyirik, komandalaşma gec baş tutur. Bunun da səbəbi rəhbərlər komanda quruculuğunda zəif olduqlarına görə, misal üçün təzə bir heyət yığılıb, bunların bir komandaya çevrilməyinə uzun zaman vaxt gəlir. Bu öz-özünə çox uzun vaxt çəkir, bəzən komanda yaranmır da, dağıla da bilər və bu işdə mütləq inisiyativ olmalıdır şirkət tərəfindən, rəhbər tərəfindən də ki, bir yeni gələn şəxs dərhal komandanın parçasına çevrilsin. Daha buna aylarla vaxt getməsin. Dostlar, təşəkkürlər. Çox üzr istəyirik ki, bütün sualları ala bilmirik. Zamanımız məhdud olduğuna görə. Mən təşəkkür edirəm sizə də, spikerlərə də təşəkkürlər. Çox sağ olun gözəl cavablar üçün. Və indi keçirik hədiyyələrə. Spikerlərimizdən xahiş edəcəm ki, 4 sualı seçək. Gəlin belə eləyək də, hərə bir sualı seçsin. Bizim 8 sualımız oldu. Vüsal bəy mövqelənmə haqqında sual verdi. Nicat bəy deməli strategiyalar, niyə bizdə strateji satış olmur? Ülkər xanım sual verdi. Müştərilərin istəkləri necə öyrənirsiniz? Sonra Pərviz bəy 12-ci masadan sual oldu. Mansur bəyin sual oldu. Sonra Şəbnəm xanımın sual oldu. Uğursuz kateqoriya seçimi ilə bağlı, xanımın sualı oldu, Z nəsli ilə bağlı və Saday bəy ədalət müştəri məmnuniyyətini necə edirsiniz? Bax, bununla bağlı suallar oldu. Xahiş edirəm, hərəniz bir sual seçin. Yəqin ki, həmkarlar da davamında digər şəxsləri seçəcək. Mən Nicat bəyin sualı arxadan gəlmişdi. Biraz düşünürəm ki, bizim mövzuya da çox yaxın idi. Strateji yanaşma ilə bağlı, niyə biz yanaşa bilmirik? O sualı Nicat bəyə alqışlayırıq və səhnəyə dəvət edirik. Nicat bəyə biz Dori qrupdan hədiyyə verəcəyik, amma gəlin növbəti qaliblərimizi də dəvət edək. Aris bəy, siz? Mənə o son bəy sual verdi, kadrlarla bağlı. Saday bəyi alqışlayırıq, səhnəyə dəvət edirik. Kadrlarla bağlı. Ədalətlə bağlı sual, fəlsəfə. Sonra... Ben de beyefendi ismini unuttum şimdi ama. Mansur bəy. Mansur bəyin sualı. Mansur bəyi alqışlayırıq, səhnəyə dəvət edirik. Və biz təbii ki, mütləq bir xanım sual verənlərdən də birini dəvət eləməliyik. Burada bir xanım sual vermişdi, indi telefonla oynayır. Dəvət edirik səhnəyə, ona hədiyyə verəcəyik 189 taksidən. Alqışlar, zəhmət olmasa, buyurun səhnəyə. Hədiyyələrinizi
təqdim eləyək. Hoppa. Aha. Deməli, ilk hədiyyə ağırdır, Dore qrupdandır ona görə. Buyurun Nicat bəy, təbriklər, uğur olsun. Təbriklər, təşəkkürlər, çox sağ olun. Növbəti Saday bəyə hədiyyə. Saday bəy, burada Çaytexdən Powerbank. Texnologiya, bəli. Buyurun, uğurlar. Növbəti Mansur bəyə. Mansur bəy, 189-un da hədiyəsi var, Apardan da hədiyyə var. Canım da sizə, Apar. Təbriklər, təşəkkürlər. Buyurun, Şəbnəm xanım, alqışlar. Sizə də 189 taksidən hədiyyə, sağ olun, siz sağ olun, uğurlar, sağ olun. Dostlar, bununla bizim ikinci panelimiz, satışa strateji yanaşma paneli bitir. Hər birinizə təşəkkürlər, spikerləri bir daha alqışlayaq və tamamlayaq. Təşəkkürlər. Biz bir ənənəvi ümumi şəkil, təşəkkürlər. Xatirə şəkli təbii ki, mütləqdir. Həm moderatorumuza, həm də spikerlərimizə təşəkkürlər və təbii ki, bir də alqışlarınızla. Düşünürəm ki, çox maraqlı, çox faydalı bir vaxt keçirdik onlarla birlikdə, onların təqdimatında və biz üçüncü panelimizə start verəcəyik birazdan. Satış driverləri barəsində olacaq, amma qısa bir fasiləmiz olacaq. Dedim ki, foyedə sponsorlarımıza yaxınlaşaraq da onlardan məlumat əldə edə, həmçinin də forumumuzun sertifikatını əldə etmək istəyənlər də əldə edə bilərlər. Bu arada dostlar, fasilədən sonra hədiyyə müsabiqəmiz olacaq. Təsadüfi seçimlə hədiyyələri təqdim edəcəyik qaliblərə. Lotodrom olacaq səhnədə. Odur ki, hər birinizi səbirsizliklə gözləyirik. Təxminən bir 20-30 dəqiqə sonra sizə bir çay fasiləsi networking təqdim edirik və daha sonrası yenidən burada olacaq. Forumumuz 3-cü panelinə davam edəcək.